Hörmətli izləyicilər, Xonçadan söhbətlərin yeni bölümündə hər birinizi yenidən xoş gördük. Rəna xanım, necəsiz? Sağ ol Zərfə xanım, çox yaxşı. Siz necəsiniz? Təşəkkürlər. Rəna xanım, biz keçən dəfə maraqlı bir nöqtədə söhbətimizi dayandırdıq. Bəli. Bu söhbətə yenidən davam eləyək, hekayəni danışaq? Əlbəttə ki. Çünki yarımçıq hekayə tam hekayə deyil, ona görə də davam eləməliyik. Amma əsas hekayəyə keçməmişdən əvvəl gəlin bugünkü qəhvə sifarişimizi edək. Okay. Çünki Xonça Şirniyyat evində çox maraqlı və fərqli çeşidli qəhvələrimiz var. Mən bugün flat white sifariş edəcəm. Sən isə? Yəqin ki, latte alaram məndə. Amma alternativ süddən, çünki laktoza həssaslığım var. Hətta bugün əlavə etmək istəyirəm ki, bugündən bizim menümüzdə artıq çəlləkli tiramisularımız da var. Mən bunun dadına mütləq baxacağım, çox maraqlıdır. Qəhvə ilə biz bu şirniyyatında birazdan sizinlə dadarıq. İzləyicilərimiz isə gəlsin, buyursun, gözləyirik. Qəhvələrimiz hazırdır. Flat white Rəna xanıma, alternativ süd, badam südüdür, səhv eləmirəmsə. Latte də mənə. Təşəkkürlər. Qəhvələrimiz də gəldiyinə görə Rəna xanım, əsas mövzuya keçək. Mənə görə Fransaya gedən insanlar iki şey dadmadan oradan geri qayıtmırlar, xüsusilə Parisə. Biri fransız baget çörəyidir. Bu mövzuda əlavə bir bölüm eləyəcəyik çörəklər barədə. Tamamilə doğrudur. Digəri isə kruasandır, təbii ki. Təbii ki. Amma insanlar bilmirlər ki, əslində kruasanın vətəni Fransa deyil. Bəli, təməli Avstriyada qoyulub və modern kruasan vətəni isə Fransa deyə bilirik. Amma təməli Avstriyadan. Yəni masamızda gördüyümüz kruasan əslində təməl olaraq Fransadan çıxmayıb. Bəli, Avstriyadan çıxıb və bu haqqda gələn rubrikalarımızda daha ətraflı danışacağıq. Bəzən tarix bizi, bəzən də biz tarixi yanılda bilərik. Necə ki, Praqa tortunun Çexiya ilə heç bir əlaqəsi olmadığı kimi də kruasanın da təməli təbii ki Avstriyada qoyulub. Və kruasanın, modern kruasanı artıq Fransadan bizə gəlib çatıb. Bunu deyə bilərik. Bugün isə keçək indi əsas hekayəmizə. Tarix baxımdan biraz müzakirəlidir, amma gəlin tarixi tarixçilərə buraxaq, biz isə şirin bölməsindən başlayaq. Bugünkü qəhrəmanımızın adı Jerzy Kulçinskidir. Avropaya həm qəhvəni tanıdan, həm sevdirən bir insan kimi biz onu tanıyırıq. Əslində bəzi elədikləri ilə tarixə də yön vermiş ola bilər, Bəli. təkcə kofe ilə yox. Amma onu da qeyd edək ki, əfsanəvi bir tərəfi də ola bilir. Təbii ki, bütün hekayələrdə olduğu kimi. Demək, Jerzy Kulçinski əslən Ukraynalı olur və onun haqqında məlumatlarımız çox da deyil. Amma bəzilərindən biz sizinlə bugün mən sizi tanışdıracağam. Jerzy Kulçinski 5 dildə mükəmməl, səlis danışırdı və o zaman Avstriyada Şərq Ticarət Şirkətində Belqrad şöbəsində tərcüməçi kimi işləyirdi. Və o zamanlar türklər orada işləyən işçilərini cəsusluqda itham edirdilər və onlara böyük təzyiq göstərilməyə başlayırlar. O zaman Kulçinski özünü Polşa vətəndaşı kimi təqdim edir və Viyanaya qaçmağı bacarır. Və versiyalara görə bu insan uzun müddət Osmanlı torpaqlarında yaşayıb, versiyaların birinə görə də Osmanlıya əsir də düşmüşdü. Elə Osmanlı mədəniyyətini yaxşı bilməyinin səbəblərindən də biri bu idi, böyük. Bəli, böyük ehtimal. Demək, böyük türklərin 2-ci Viyana mühasirəsi zamanı 1683-cü ildə 14 iyuldan başlayır. Türklər Viyana şəhərinin qalasını mühasirəyə alırlar və uzun mühasirədən ateşə tuturlar, qazıntılar aparırlar və şəhəri çox yorurlar. Bu səbəbdən yerli əhali aclıqdan, susuzluqdan və xəstəlikdən kütləvi şəkildə həlak olurlar. Hardasa Viyanalılar artıq təslim olmağa hazır idi. Mühasirə zamanı Viyanalıların xarici
əlaqələri yox idi. Və Viyanalara bir insan lazım idi ki, Viyana şəhəri haqqında məlumatı çatdırsın və yardım istəsin. Elə bu dövrdə də hakimiyyətdə Habsburqlar olur, bəli. Və Viyanaların bəxti onda gətirir ki, Leistan kralı 3-cü Yan Sobeskinin ordusu Avstriyalılara yardıma gəlir. Və burada bizim qəhrəmanımız Jerzy Kulçinski qollarını çirmələyir və böyük cəsusluğa başlayır. Viyana haqqında məlumatı Sobeski ötürməli idi və oradan isə məlumatı Viyanaya gətirməli idi. Kulçinski türk paltarını geyinir və türk mahnısı oxuya-oxuya rahatlıqla ordudan keçə bilir və məlumatları Sobeskiyə çatdırır. Və 12 sentyabr mühasirə qaldırılır və türklər məcbur olurlar ki, geri çəkilsinlər. Beləliklə, Osmanlı deyə bilərik ki, ən ağır tarixi bir məğlubiyyəti və günü olur. Türklər geri çəkiləndən sonra Zərifə xanım onların orada buraxdığı əşyalar qalır və təbii ki, orada kisələrdə qəhvə dənəcikləri olur. Avstriya hökmdarı və Sobeski Kulçinskini çağırır və söyləyir, dilə nə dilərsən. Təbii ki, Kulçinski nə diləyir Zərifə xanım? Türklərin geridə buraxdıqları qəhvə kisələrini. Qəhvə kisələri. O zaman da onlar düşünüblər ki, bu dəvə yemidir və türk qarğıdalısıdır deyəlim ki. Çox qəribə bir şeydir. Mən olsaydım, məsələn, düşünərdim ki, bu qədər ağıllı bir insan, Türkiyə mədəniyyətinə hakim olan biri bu kisələri boşu-boşuna istəmiş. Mənim də bir sualım var. Avstriya hökmdarına və Sobeskiyə ki, onlar əgər bilsəydilər ki, bu qəhvənin dənəciklərinin qiymətini o vaxtdan verərdilərmi Kulçinski? Ya yox. Və bu hekayə əslində cəsusluqdan qəhvə dükanına uzanan böyük bir hekayədir. Bəli, tamamilə doğrudur. Qəhvə dənəciklərini götürür və coffee shop açır. Tərcüməsi bir qəribə də gəlsə də adını qoyur ki, göy şüşə altındakı ev. Kulçinski coffee shop-u açır. Amma insanlar acı qəhvəni bəyənmirlər. Onda Kulçinski nə icad edir? Cappuccino-nu icad edir. Qəhvəyə şəkər, bal, süd əlavə etməklə cappuccino-nu yaradır. Cappuccino kəlməsi hardan gəlir Zərifə xanım? Kapuçin təriqətindəki keşişlərin geyimlərindən əslində kofe ilə aralarında bir oxşarlıq olur. Çünki Kapuçin təriqətinin rahibləri geyimləri qəhvəyi rəngdə olurdu. Başlarında isə ağ rəngdə bir başlıq deyə biləcəyimiz bir geyim parçası var idi və bu da kofe ilə oxşarlıq göstərdiyi üçün Kapuçinin adı Kapuçin təriqətindən gəlir əslində. Bəli, ağ köpüklü içkimiz. Hər kəsin sevdiyi Kapuçino. Düşünürəm ki, elə bir insan yoxdur ki, Kapuçinonu sevməsin. Avstriyalılar bu böyük zəfəri qeyd etmək üçün Türk bayrağından ilhamlanaraq bir şirniyyat yaradırlar. Aypara şəklində. O da kruasan. Demək, Avstriyada kruasanın təməli qoyulur. Və hətta bu kafelərdə insanlar türk paltarı geyinib servis edirlər. Böyük türklər hər yerdədir deyə bilərik. Təbii ki. İndi də Viyanada Kulçinskinin türk paltarında bir heykəli var. Və düşünürəm ki, izləyicilərimizə maraqlı olar, Viyanada olarkən o heykəli ziyarət etsin. Ziyarət eləməyi unutmayın. Və biz əminliklə deyə bilərik ki, Avropaya qəhvəni sevdirən və tanıdan bu cəsus Ukrayna əsilli Kulçinski olub. Əslində, hal-hazırda Viyanada bəzi coffee shoplarda oturanda coffee shopların emblemlərinin üzərində, loqolarında Osmanlı detallarını indi də görə bilərsiniz. Yəni, onlar tarixi unutmurlar. Bəli, o böyük zəfəri heç unutmurlar. Əslində, digər nümunələrə baxsaq, məsələn, çay Avropalılar tərəfindən, ingilislər tərəfindən çox rahat və tez mənimsənildi. Amma kofenin insanlar arasında yayılması və qəbul olunmasının tarixi biraz daha fərqlidir. Bəli. Nəyə görə belədir? Dediyimiz kimi, Avropaya qəhvəni tanıdan və sevdirən ilk Venesiya olub. 1720-ci ildə hətta ilk kafe shop açılıb və kafe
Florian adlanırdı. İndiyə qədər də o fəaliyyət göstərir. İndiyədək də fəaliyyət göstərir. Fransaya qəhvəni tanıdan yenə də Osmanlı adıyla bağlıdır. Və bu hekayə çox gülməli və çox maraqlıdır. 1669-cu ildə 4-cü Mehmet 14-cü Louis isə bir hədiyyə göndərmək istəyir. Bütün hekayələrin ortasında 14-cü Louis var. Louis var, bəli, Günəş kralı adlanır. Qeyd etdiyim kimi Süleyman Ağa adı ilə başlanır Avropada qəhvənin kəşfi. Və Süleyman Ağa deyə bilərik ki, qalmaqal yaradır Parisdə. Demək, hekayə belədir. Louis 14-cü bu görüşə hazırlıq görür. Bir otaq yaradır, böyük taxt qurur və brilyantlarla böyük özünə bir kral geyimi hazırlayır. Süleyman Ağa protokolla Louis 14-cünün qarşısında əyilməli və hədiyyələri təqdim eləməli idi. Süleyman Ağa otağa daxil olarkən görür bu bütün vəziyyəti və təbii ki, bir qürur belə hissi bundan oyanır və az kimiymiş ki, nə əyilir və söyləyir ki, bizim orada Osmanlı'nın adı yəhəri bundan daha görüşlüdür və bahalıdır deyir. Bunu eşidən Louis 14-cü çox qəzəblənir və Süleyman Ağanın Parisdə uzaqda olan bir baronun evinə sürgün edir. Bu arada 14-cü Louis Fransa tarixində, nəinki Fransa tarixində, məncə bütün Avropa tarixində gəlmiş-keçmiş ən egolu, ən özündən razı deyə biləcəyimiz bir kraldır. Günəş kralı. Günəş kralı. Və hekayə Zərifə xanım elə oradan da başlayır. Süleyman Ağa orada da rahat dinç durmur. O nə edir? Resepsiyon qurur və böyük ehtimalla hədiyyələrdən, ipəkdən, qızıl əşyalı qablardan qəhvə dəmləyir və lukumla insanları qəhvəyə alışdırmağa, sevdirməyə başlayır. Burada da Parisdə bir bum yaranır. Aristokratlar hardasa burada bir sıraya düzülürlər ki, Süleyman Ağanın bir qəhvəsini içsinlər. Qeyd etdiyim kimi aristokratlar sıraya düzülürlər ki, Süleyman Ağanın huzuruna gəlsin və gözü sürməli, başlı türbənli bir ağanın adını nə qoyurlar? Parjan Durum. Mənası da çox gülməlidir Zərifə xanım. Mənası da heybətli. Özündən deyərim ki, çox razı, amma səlahətli olmayan biridir, amma davranışı elədir. Humoristik bir, belə nətər deyim, personaj yaradır. Ardına kofe şoplar açılır və təbii ki, bu hamısı Süleyman Ağanın adıyla bağlı olur. Demək, Süleyman Ağa isə protokol krizisindən Parisdən qəhvə bir məcarası ilə ayrılır. Onu da deyə bilərəm ki, tarixin ən rəngli şəxslərdən biridir Süleyman Ağa, hansı ki, Parisi qəhvəni həm sevdirib, həm də tanıtıb. Əslində bir mənada Osmanlıda olduğu kimi inqilabın ayaq səsləri də buradan biraz eşidilir Fransada. Çünki 4-cü Muradın dövründə demişdik ki, kofe shoplarda Osmanlıda insanlar artıq siyasətdən danışmağa başlayırdılar və bu da artıq hakimiyyətin nəzərində qorxulu bir şeydir və eyni hal Fransada da təkrarlanmağa başlayır. Bəli, Montesquieu'nun dediyinə görə mən kral olsaydım, bütün kofe shopları bağlayardım. Çünki bura gələn insanların beyni can sıxıcı dərəcədə isinir. Yəni, insanlar düşünməyə başlayırlar. Və o deyir ki, mən tərcih edərdim ki, insanlar şərab evlərində şərab içib sərxoş olsunlar. Görün, qəhvə nə qədər təhlükəli ola bilirdi o zamanlar. Əslində, maraqlı bir şəkildə bu dövrlə Fransadakı inqilab arasında da çox böyük bir zaman yoxdur. Yəni, biraz da olsa məncə təsiri olub. Ola bilir. Osmanlıdakı kimi. İngiltərədə çay mədəniyyəti artıq qəbul olunmuş dediyimiz kimi, hətta 5 çayı deyə bir anlayışla formalaşmışdı. Kraliyyət ailəsində də çay seremoniyaları, necə deyərlər, təşkil olunurdu. Vəziyyət digər Avropa ölkələrində necə idi? Siz
Düz qeyd elədiniz. Artıq İngiltərədə çay mədəniyyəti formalaşmışdır və Almaniyada da eyni vəziyyət idi və İngiltərə, Almaniyada daha çox üstünlük nəyə verirdilər? Pivəyə. Və bunun yerinə qəhvə tutması üçün biraz uzun vaxt alırdı, çünki onlar təzyiq göstərirdilər qəhvəyə. Amma nəhayətdə yenə də qəhvə yerini tutur. Və əslində elə indi də Almaniyada deyə bilərik ki, pivə ilə qəhvə arasında qəribə bir rəqabət var. Doğrudur. Qazananı da yoxdur. Amma yenə də qəhvə də öz yerini dediyim kimi tutur təbii ki. Xüsusilə məncə yəni səhər-səhər pivə içməyə, şərab mənim içməyə nə yaşıdlarım qədər arasında xüsusilə məncə qəhvə daha çox üstünlük təşkil eləyir. səhərlər hətta. Səhərlər xüsusilə. Rəna xanım, biz gələn bölümümüzdə nədən danışacağıq? Gələn bölümümüzdə çox sevimli bir qonağımız olacaq. Bizim baristamız Elvin Qubadov olacaq və o bizə Xonça Şirniyyət evində gözəl qəhvə çeşidlərini hazırlamasını bizə göstərəcək və tarixçəsini danışacaq. Yəni bir professionalın öz əlindən kofenin hazırlanmasını görəcəyik. Və düşünürəm ki, izləyicilərimizə də çox maraqlı olar. Ümid eləyirik. Əminik. Əminik. Gələcək bölümdə hər birinizi yenidən gözləyirik. Odur ki, bizi izləmədə qalın.